Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün yazın ən dadlı, ləzzətli yeməklərindən olan qazan kotletinin hazırlama qaydasını paylaşacağım. Əti soğanla birlikdə ətçəkən maşından keçirmişəm. Üzərinə biraz duz, eləcə də qara istiot əlavə edib yaxşıca yoğururam. Daha sonra isə kotletlər hazırlayıb boşqabın içərisinə yığıram. Uzunsov formada da hazırlaya bilərsiniz. İndi isə soğanı halqa doğrayıram. Mən 3 ədəd soğan, 3 ədəd biber, eləcə də 2 ədəd pomidordan istifadə etdim. Doğradığım soğanları tavanın içərisinə tökürəm. Üzərinə biraz duz əlavə edib ocağın üzərinə qoyuram. Daha sonra isə biberləri, eləcə də pomidorları halqa formasında doğrayıram. Qırmızı biberdən də istifadə edə bilərsiniz. Pomidorların qabığını əvvəlcədən soyuram. Bu yemək üçün 3 diş sarımsaqdan istifadə etdim. Sarımsağı da doğrayıram boşqabın içərisinə. Soğanın suyu çəkildikdən sonra üzərinə yağ əlavə edirəm. Daha sonra soğanı yağda yüngülcə qovururam. Çox qovurmuram. Biraz qovrulduqdan sonra kotletləri soğanın üzərinə yığıram. Bir üzü bişdikdən sonra çevirib digər üzünü də bişirirəm. Biraz bişdikdən sonra üzərinə doğradığım pomidorun, eləcə də biberin bir hissəsini əlavə edirəm. Doğranmış sarımsaq, eləcə də 2 ədəd dəfnə yarpağını da ərzaqların üzərinə qoyuram. Ərzaqların üzərinə isə 2-3 ədəd soyub doğradığım kartofları əlavə edirəm. Kartofun da üzərindən yenə də pomidoru və biberi tökürəm. Sonda üzərinə biraz duz, eləcə də 1 stəkan qaynar su əlavə edirəm və bam odda yeməyimiz hazır olana qədər bişirirəm. Yemək hazır olana yaxın içərisinə biraz sarı kök, qara istiot, eləcə də reyhan əlavə edirəm. Zövqə görə çeşniş və yaxud da cəfər də istifadə etmək olar.
Reyhanları da əlavə etdikdən sonra tavanın qapağını örtürəm və reyhanın ətri, dadı çıxana qədər 1-2 dəqiqədə qaynadıb ocağı söndürürəm. Əziz xanımlar, artıq mənim yeməyim hazırdır. Əgər siz də mənim yeməyimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.